Assalamu aleykum. Novxanadakı işimizdən sizə görüntüləri təqdim edirik. Fasadda artıq daş yunları vurulub bitib. Gördüyünüz bu ağ membran buxar əleyhinədir, vurulur və döfüllərdən bərkidilir. Altında da daş yunudur. Bütün evi termoizolyasiya etmək məqsədi ilə Kerimqoranın daşları işləməmişdən qabaq binanı izolyasiya edirik. Dövrəmə olaraq bütün villa demək olar ki, yorğan kimi bürünüb. İnşallah sonraki mərhələmizdə də T profilləri vurulacaq. Ondan da sonra Kerimqoranın daşlarla üzlənmək başlayacaq Allahın izni ilə inşallah. Belə. Daş yunlarımız da o gün təqdim etdiyim kimi Özbəkistan istehsalı olan ekoloji təbii məhsul olan Bazatpulun daş yunlarıdır. 80 sıxlıq daş yunlardır. Bunlardan artıq istifadə etməyə başlamışıq. Bizi tam olaraq qane edir. Onların keyfiyyəti, sıxlığı və montajı. Sizlər də fikirlərinizi izolyasiya edərkən Bazatpulun müxtəlif təyinatlı daş yunlarından istifadə edə bilərsiniz.